Salam əziz abituriyentlər, hər birinizi xoş gördük. Yeni bir mövzuya keçid alırıq. Bizans imperiyası. Biz artıq ötən mövzularda, keçmiş mövzularda izah etmişdik ki, 395-ci ildə Roma imperiyası iki yerə parçalanır. Qərbi və Şərqi Roma imperiyası, Şərqə hətta deyirdik ki, Bizans imperiyası. Və Bizans əvvəllər üç qitədə yerləşirdi. Avropada, Asiyada və Afrikada yerləşirdi. Və xalqların böyük köçü zamanı artıq bu ərazilərinin çox hissəsini itirmişlər. Amma bununla da yanaşı öz varlığını qoruyub saxlayırdı. Əhalisinin çox hissəsi Yunanlılar idi. Bəli, ona görə də dövlət dili Yunan dili idi. Paytaxtı Qızıl Körpü adlanan Konstantinopol şəhəri idi. Bax, Konstantinopol burada yerləşirdi. Bəli, və Aralıq dənizindən Qara dənizə, şərqdən qərbə, Çindən Avropa gedən böyük ipək yolunun, hətta Afrikadan Avropaya gedən ticarət yollarının kəsişməsində yerləşirdi. Təsəvvür edin, şərqdən gələn ticarət yolları Aralıq dənizindən Qara dənizə, hətta Afrikadan da gedən ticarət yolları, yəni Avropaya gedən ticarət yolları məhz buradan keçirdi. Və qızıl pulu həm Avropa, Asiya və Afrikada da istifadə olunurdu. Mindən çox şəhərləri olduğuna görə hətta buna deyirdilər ki, şəhərlər ölkəsi. Və iqtisadi cəhətdən ən güclü əraziləri isə şərq əyalətləri idi. Bəli, bax bu ərazilər idi. Və idarə etmə sistemi necə idi Bizansın? Dövlətin başında imperator durur və orduya rəhbərlik edir, qanunlar verir, ali hakimiyyət də məhz imperatorun əlində idi. Və ölkədə həm də kilsə başçısı sayılırdı. Bax, Qərbi Romadan fərqli olaraq burada imperator həm də kilsə başçısı sayılırdı və xarici dövlətlərlə əlaqələr qururdular. Bizansın qızıl əsrindən danışırıq, Justinian dövründə. Demək ki, Bizansın qızıl əsrinin rəmzi olaraq Müqəddəs Sofiya məbədi inşa edilir, Justinian məcəlləsi qəbul edilir və həmin o məcəlləyə görə belə deyim də, sosial və etnik mənşəyindən asılı olmayaraq bütün xristian təbəələr bərabər hüquqlu idi. Orta əsrlərdə Avropada Roma hüququnun əsas mənbəyi olaraq qalırdı və dövlət və kilsənin möhkəm ittifaqı və sair məsələləri öz əksini tapırdı burada. Justinian xarici siyasətindən danışaq, buradan testdə çox düşür. Əsas məqsədi keçmiş Roma imperiyasının, yəni qədim Roma imperiyasının sərhədlərini bərpa etməkdir. Və ilk işğalı harda başlayır? Afrikadakı Vandal kralığı. Bax, görürsünüz, keçmiş Karfagenin ərazisi. Sonra isə İtaliyada Ostroqotların məğlub edir və orada bir sıra ərazilər ələ keçirir. Yəni, və həmçinin İspaniyanın cənub-şərqini də ələ keçirmiş olur. İspaniyada bax bura. İspaniyanın cənub-şərqini bax bu əraziləri ələ keçirmiş olur. Və 532-ci ildə şərq qonşusu olan Sasanilərlə də müqavilə bağlayır, uzun illərdə müharibə gedirdi və həmçinin Slavyan və Türk tayfalarının ölkə arasında məskunlaşmasına icazə verir. Justinian dövründə hətta imperiyanın ərazisi 2 dəfə artır, amma problem nə idi? Ölkədə quldarlığın və qədim Roma vergi sisteminin bərpası ölkədə böyük narazılığa səbəb olurdu. Bu testdə düşə bilər, diqqətli olun. 6-cı əsrin ortalarında isə Slavyanların Bizans ərazisində məskunlaşması ilə quldarlıq münasibətləri süqut edir və artıq feodalizmlə əvəz olunmuş olur. Və Justinianın ölümü ilə nə baş verəcək? Belə deyim də, hakimiyyətə gələn varislər, boşalmış xəzinə, həmçinin müflisləşmiş əhali, sarsıdılmış ordu ilə bir neçəyə düşməyin hadəsində qalır Bizans. Yəni artıq zəifləmişdi. Nəticədə nə olur? İmperiya zəifləyir və bir çox vilayətlər əlindən çıxır. Biz deyəcəyik hansı vilayət. Məsələn, 7-ci yüzillikdə ərəblərin hücumu nəticəsində Afrikada və Asiyada ən varlı əyalət, məsələn, Suriyanı, məsələn, Asiyada Suriyanı, Fələstini itirirlər. Afrikada, məsələn, Misir itirirlər. Məsələn, qısası deyim, Aralıq dənizinin şərq sahili ölkələrin, bax buranı. Araq dənizi, məsələn, Suriya, Fələstin, sonra Afrikada keçdi Misir. Məsələn, Misir Bizansın ən zəngin əyalətlərindən biri idi. Məsələn, Misir Bizansın taxıl anbarıdır hətta sahildə. Sonra Suriya və Fələstin kimi ərazilər Bizansın hakimiyyəti altından çıxaraq ərəblərin təsir dairəsinə düşür. Və Bizansın əlində sadəcə hara qalır? Kiçik Asiya, Balkan yarımadasının cənubu və İtaliyadakı bəzi ərazilər qalır. Ərəblər Konstantinopolu bir neçə dəfə mühasirəyə alsalar da, lakin tuta bilmirlər. Və 10-cu yüzilin ortalarında Abbasilər zəifləyir, sonra Bulqar dövləti zəifləyir, Avropada Bulqar türk dövləti ki var idi, zəifləyir və Bizansın vəziyyəti bir qədər yaxşılaşır. Çünki bunlar tez-tez Bizans ərazilərinə basqınlar təşkil edirdi və yuxarı Mesopotamiya, Suriyanın bəzi əyalətləri, Krit və Kipr yenidən Bizansa qatıldı.
11-ci yüzillikdə Bizansın artıq ara müharibələr bürüyür və Səlcuq hücumlarına məruz qalırlar. Biz bildiyimiz kimi, biz bunu Azərbaycan tarixində də keçmişik. O məşhur döyüş 1071-ci il Malazgirt döyüşündə Bizans Səlcuqları məğlubiyyətə uğradır və Kiçik Asiyadakı mülklərini itirir. Yəni Şərqi Anadolunu həmişəlik türklərin nəzarətindən keçirir. Və Bizansın Roma papasına müraciətindən sonra sadəcə bu yürüşlər müəyyən qədər səngiməli olur. Çünki artıq şərqə doğru sərib yürüşləri təşkil olunur. İstər-istəməz türklərin Bizansa təzyiqi azalmış olur. Lakin 1204-cü ildə bu səlib yürüşlərindən biri də məsələ Bizansın özünə qarşı yönəlir. Biz artıq bunu Bizans səlib yürüşlərində daha ətraflı danışacağıq. 4-cü səlib yürüşü baş verir 1204-cü ildə. Səlibçilər Konstantinopol ələ keçirdi və Bizans bir müddət, yəni 1204-1361-ci ildə varlığını itirir. Hətta ərazisində Latın imperiyası yaranır. Və 1453-cü ildə Osmanlı dövləti tərəfindən Bizansın varlığına son qoyulmuş olur. Neçənci ildə? 1453-cü ildə. Burada testdə sizə Bizansla Ərəb xilafətinə oxşar cəhətə düşə bilər. Şimali Afrikada və Cənubi Qafqazda işğallar həyata keçiriblər. Sasanilərlə müharibə aparıblar. Səlcuqlarla mübarizə aparmışlar və klassik feodalizmdə süqut etmişdilər. Və qədim Roma və Bizansın oxşarlığı da var. Burada Konstantinopol paytaxt şəhər olub. Yəni sonradan bu paytaxt 330-da Bizantiya köçürülür və o vaxta qədər də götürmək olar. Və barbarların hücumlarına məruz qalmışdılar. Həmçinin həm qədim Roma, həm də Bizans nə etmişdilər? Cənubi Qafqazda işğallar həyata keçirmişdilər. Bu qədər, sağ olun.